Rima qazan. Dəyərli dostlar, Ekodens, Rima və Qasero. Bunların hamısında menu oynadı, hətta Avarkolarda da. Demək, ilk növbədə dili necə dəyişirlər, mən sizə göstərirəm. Menüyə daxil olmaq üçün ok işarəsini basırsınız. Burada parametre açılır. Saat əqrəbinin plusa doğru da bir dənə fırladırsınız. OK bassınız və burada yazılır İngilis dilində. OK bassınız. Fırladırsınız sağa. İstədiyiniz dilə daxil olursunuz. Burada daxil olursunuz. Misal üçün biz istəyirik türkcə. Aha, türkcəni seçdikdən sonra təsdiqləyirik və bizim sistem olur türkcə. Aydındır. Və geri dönüş edirik. Eskan tuşundan geri dönüş edirik. Bu reset knopkasıdır. Bastığımız zaman hər hansı bir aşıqqa gəldiyi zaman, xəta baş verdiyi zaman basılı saxlayırıq, buraxırıq, reset olur. Sonra ikinci növbədə qazanın temperaturunu necə tənzimləyə bilərsiniz? Menüyə daxil oluruq. Burada yenirik aşağıya, burada yazılır qazan. Aha, qazan sözünü də saxladıq. Oku basırıq, daxil oluruq. Burada görürsünüz hal-hazırda qazanın temperaturudur. Oku bir də basırıq. Temperatur işarəsi yanıb sönür. Buradan qoyuruq. Misal üçün 67, 68. Oku basdıqdan sonra qazan işarəsi, temperatur işarəsi dayanır və bu eskan tuşu ilə də qaydırıq dala. Demək, baxırıq i knopkası ilə basırıq. Çöl hava sensörü deyir, olsa da olar, olmasa da. Bu bir xəta deyil, problemli bir şey də deyil. İyi təzdən basırıq. Baxın, yazır ki, hal-hazırda 68. Plusa doğru sağa tərəf çeviririk. Qazan istiliyi 55. Baxın, bu reqlovkaları burada görürsünüz. Suyun davleniyasına baxırıq. Sağa tərəf çeviririk. Hələ sağa tərəf çeviririk. Aha, gördünüz? Suyun təzyiqi 2.2. Yəni, bu şəraitdə kombinin hal-hazırda 2.2 suyun təzyiqi var. Buradan da baxa bilərsiniz. Çünki bu kombilərdə manometr olmur. Ya da ki, hansısa bir kollektorun üzərində olmalıdır.